Goranboyda kombayn yanıb, hadisə rayonun Xəsədərli kəndi ilə Səmədabad kəndinin yaxınlığında, yəni hazırda dayandığımız taxıl sahəsində qeydə alınıb. Belə ki, burada biçin aparan kombayn qəfil alışıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvət cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən kombaynın qalan hissəsi və yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Məlumat üçün bildirək ki, rayon sakini 1988-ci il təvəllüdlü Məmməd Məmmədov idarə etdiyi New Holland markalı kombaynla Səmədabad kənd sakini 1967-ci il təvəllüdlü Tofiq Gəncəzadəyə məxsus taxıl sahəsində biçin aparan zaman kombayn qəfil yanıb. Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV Goranboy.